Mən qaşıq aldım, özümə belə taxta qaşıq aldım. O qədər mənə yazmısınız ki, taxta qaşıqla qarışdır, yoxsa cızırsan tavanı, qazanı. Məndə əslində taxta qaşıq var, baxın belədir. Amma rahat deyil də bu, bilmirəm niyə. Bu aşağısı belə enlidir, yoxsa ruçkası çox uzundur. Bir sözlə rahat deyil mənə. Ona görə bunu mən heç işlətmirəm. Amma silikon qaşıqlarım çoxdur. O da heç yadıma düşmür. Və həmişəki kimi adi qaşıq götürürəm, ondan başlayıram qarışdırmağa. Aldım da bu taxta qaşığı, görək necə olacaq. Həmişə yazırsınız mənə ki, taxta qaşıq al özünə bir dənə. Bu balacadır, həm burası yumrudur, cızmayacaq və mənə rahat olacaq. Burası belə enli olduğuna görə rahat deyil də qarışdırmağa. Bunu nədə istifadə edirəm? Doğğa misal üçün hazırlayıram, qazanın içinə qoyuram ki, çürüməsin qatıq. Uzundur, yaxşıdır. Bir də həyətdə sacizat eləyəndə bununla qarışdırıram. Həm uzundur, həm rahat qarışdırmaq olar. Amma evdə adi misal üçün yemək bişirəndə heç mənə rahat deyil bundan. Ona görə bunu işlətmirəm. Beləsini aldım, balacası. Qiyməti 80 qəpiyyədir. İnşallah ki, hər dəfə bunu işlətəcəm, unutmayacağam. Məndə olur da belə unuduram, şkafın içinə qoyuram və nə alıram, unuduram. Bunu inşallah ki unutmaram. Bir də özümə belə gel üz yumaq üçün almışam Sinozun. Birinci dəfədir Sinoz alıram. Baxdım ki miqdarı çoxdur, 400 mg-dır. Bizdə tez bitir. Çünki böyük qızımla birlikdə özümüzü yuyuruq. Hansı ki gel işlədirəm, birlikdə işlədirik və tez bitir. Bu dəfə belə yekəsini aldım ki, uzun müddət olsun. Bir də məndə balaca qızım Ciyirənçik. O götürür bundan əllərini yuyur. Elə bilir ki, maye sabundur bu. Əllərini yuyur. İndi iclas eləyəcəm uşaqlarla. Otusturacağım hamısını, başa salacağım ki, bu əl yumaq sabun deyil. Buna əl vurmasınlar. Belə, nəysə. Gelin bu qaşığı yuyum. Çünki indi sup hazırlayacağım. Taxta qaşığı yudum və başladım yeməyi hazırlamağa. Bu arada hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Badlivka hazırlayıram və onun yanında qreçka olacaq. Qreçkanı qəşəng təmizləyirəm. Sonra yaxşıca bir neçə dəfə yuyuram. Adətən qreçkanı hazırlayanda birinci soğanı qızardıram, ondan sonra üzərinə qreçka əlavə eləyirəm, onu da qəşəng qızardıram və ondan sonra üstünə qaynar su tökürəm. Bu dəfə belə eləmədim, çünki ayrı məndə padlivka var deyə, ona görə orada soğan da var, yağı da var, hər bir şey olduğuna görə dedim bu dəfə qreçkanı belə hazırlayım. Mən qreçkanı hazırlayanda məndə heç vaxt kaşa kimi bir-birinə yapışmır. Hamısı belə dən-dən qalır. İstəyirsən belə soyuq suda bişir, istəyir qaynar suda, fərq etməz. Onu da necə eləyirəm sizə deyim. Tez-tez gəlirəm, qarışdırıram, baxıram qreçkanın vəziyyəti necədir, pişib yoxsa yox. Görəndə ki, yaxşı belə şişib, artıq oje pişib və dibində su qalıb, qapağını açıq qoyuram, qarışdırıram ki, lap da tez buxar çıxsın. Ondan sonra duzluyuram, üzərinə kərə yağı əlavə eləyirəm və salam, ondan sonra altını söndürürəm. Əgər dibində lap belə bir damcı su qalıbsa və mən qazı söndürmüşəmsə, o da problem deyil. O yavaş-yavaş öz-özünə buxarlanıb gedəcək. Nə qədər ki çox qaz altında yanacaq, istəyir belə vamxodda, nə qədər ki çox yanacaq, onda qreçka belə xəşil kimi olur. Həyəti biraz səliqəyə salıram və sizə nə göstərmək istəyirəm. Bu ağacları gətirib bura qoymuşam, daha doğrusu bu ağacları, bu güldür. Gətirib bura qoymuşam. Bu ağaclar, bu mandarin ağacıdır, bu kumkuatdır. Bunlar birinci mərtəbədə olmuşdu bizdə. Gətirdim bura qoydum ki, hava yaxşıdır, qoy biraz gün dəysin bunlara. Bunlar biraz külək olan kimi yarpaqlar sırası solurlar. Yəni küləyi dözə bilmirlər də, ancaq yaxşı havada çölə çıxartmaq lazımdır. Qoy biraz böyüsün, sonra bunları torpağa əkəcəyik. Bu mandarindir. Ayda bilirsiniz bunun nə qəşəng iyisi var. Bu birinci bizdə birinci mərtəbədə olmuşdu. Ora gedəndə baxıram orada elə qəşəng iyi gəlir. Başa düşmürdüm ki, nədən də bu. Elə bildim ki, asvejetil zad bəlkə vurublar uşaqlar. Sonra baxıram, yox. Bunu sulayanda yaxınlaşmışdım. Baxdım ki, ayda bu gülün iyisi imiş. Çox qəşəng iyisi gəlir bunun. Mandarinə baxın. Maşallah. 3 dənə mandarin burada. Bir dənə mandarin burada. Görək, böyüyəcək, yetişəcək.
İnşallah ki yetişər. Bu isə kumkuvatdır, üstündə 2 dənədir. Bu gül isə bunu baldızım vermişdi mənə. Bu iri qəşəng gül idi. İçəridə saxlamışdım. Sonra çölə çıxartdım. Biraz külək qalxmışdı həmən günləri və bu yarpaqlar hamısı qaraldı. Pis günə düşdü. Hamısını kəsdim, xırda-xırda elədim. Balaca elədim bunları ki, özünə gəlsin. İndi isə nəhayət ki, bunlar özlərinə gəliblər. Artıq üstündə yarpaq, çiçəklər də var. Xırda-xırda çiçəklər olur belə. Çıxartdım yenə çölə. Amma görəcəm ki, misal üçün hava soyuqdur, külək qalxıb. Aparacağım təzədən bunu içəri. Çünki bu gül, mən belə başa düşdüm, soyuğa dözmür. Amma çox incə güldür də, çox dəhşət dərəcədə çox incə bir güldür. Bu güllərimdə biraz səliqəyə salmışdım. Ramaşkaya baxın nə qəşəng çıxdı ramaşka. Bu ramaşkanı mən biraz kəsdim, başqa dibçəyə əkmişəm və astım hasar tərəfə. İndi göstərəcəm. Baxın bura əkdim. Çox qəşəng görsənir. İstəyirəm bəzi dibçələrdə də belə eləyim. Hamısı belə ramaşkalı olsun. Sadəcə o biri güllər də açılıb, çiçəyi var və ona görə saxladım. Baxın bu da açılıb, üstündə də çoxdur, açılacaq. Rənginə baxın necə də qəşəngdir. Bunları laklamaq istəyirəm, amma bilmirəm. Bugün yox əlbəttə ki, bugün vaxtım yoxdur. Evin işlərini görməliyəm. Ona görə bu hələ ki qalacaq, amma bir gün mütləq bunu laklayacağam, yoxsa hayıf da xarab olacaq. Burada vəziyyət belədir. Yoldaşım çiyəli almışdı. Bunları bir dənə yekə dibçək düzəltmək lazımdır ki, bu çiyələyi onun içinə qoyaq ki, orada böyüsün. Çünki burada məncə bu yer azdır da bunun üçün. Yeri böyütmək lazımdır. Bayaqdan nə iş görürdüm? Deməli bu gül çox yekəydi. Baxın bu boyda oldu, böyüdü. Və mən götürdüm onları, qıraqlarını kəsdim və balaca dibçəkləri əkdim ki, biraz çoxalsın. Başqa yerlərə də əkəcəm bu güldən. Bunun rəngi çox qəşəngdir, mənim çox xoşuma gəlir. Üstündə də doludur və başqa yerə də əkəcəm ki, orada da çıxsın, qəşəng görsənsin. Bu isə qartenziya. Bunu yoldaşım bilmirəm keçən il yayda, yoxsa ondan qabaqki il yayda almışdı, unutdum. Qartenziyada inşallah ki, bu yaxınlarda açılacaq. Üstündə çoxlu güllər var. Ağ rəngdə idi deyəsə. Baxın, həmən o güldən bura artırdım. Əkdim, görək necə olacaq. Burada doludur. Açılacaq, çox qəşəng görsənəcək. Burada da mənim gözəl çay yasəmən ağacı var. 3 dənə var burada yasəmən ağacı. Biri bu il çiçək vermədi. Bu ikisi isə çiçəyi var idi. Yasəmən ağacı çox yekə olur. Mən isə istəmirəm lap yekə olsun. Hər dəfə yoldaşıma deyəcəm ki, kəssin. Misal üçün bu qədər böyüdü, bəsdir. Ondan böyük olmağını istəmərəm. Çox sevirəm mən bu gülü. Onun iyisi çox qəşəngdir. Mən heç kəsməmişdim, evə aparmadım. Nəsə hayfım gəldi. Dedim qoy çöldə olsun bu gözəllik. Əslində bu gözəllik gizlənib burada. Amma ip yox, qoy olsun burada qəşəng. Sonra burada belə bir rozçiklar var. Hansı ki keçən il 2-3 dənə var idi. Amma bu il üstü doludur. Özdə qara rozadır bu. Görürsünüz? Qapqara roza. Yoldaşım bunu kəsdi və bu il çoxaldı. Mən elə bildim gülləri kəsmək olmaz, amma o kəsdi. Kəsdi, çoxaltdı. Bu da bizim pomidorçiklarımız. Bu il inşallah ki yarpaqları yığacağım və qış üçün saxlayacağım. Bağlayaram. Bu il yarpaqlarımız çoxdur. Özdə qəşəng ağacdır, bu yumuşaqdır. Üzüm də var üstündə deyəsə. Hə İlnur? Üzüm, da. Nə qəşəng. Bu il biz həyətdən üzüm yeyəcəyik. Bu deyil, nə qədərdir bu? Həyətimizin agronomu da gəldi. Burada da çox.
Bunlar başqa-başqa sortdur deyəsə, hə? Hı. Bunda iridir, amma o birisilər xırdadır. Hı. Aa, nə qəşəng. Bu xırdadır da var. Qəşəng. Mən heç ona fikir verməmişdim. Mən əsas yarpaqlara baxırdım. Yumuşaq, qəşəng yarpaqlardır. Birazdan yığacağam. Yəqin mayın axırı. Elnur şey almışdı. Biber, badımcan. Bilmirəm göstərmişdim yoxsa yox. Vəziyyəti yaxşıdır. Nədir bu badımcan? Xiyar. Xiyar. Badımcan. Vəziyyəti yaxşıdır. Ha bu. Badımcan bir buradadır, bir də orada. Burada vaşı badımcan yaxşı bitir. Biz 2 il deyəsə əkmişdik. Qəşəng badımcan var idi. Pomidor da yaxşı idi. Ceyran sağ olsun hamısını dənləyirdi. Aşağı düşürdü. Pomidor görən kimi, qızaran kimi sırazu yığırdı, yeyirdi. Bizə imkan verməmişdi heç olmasa dadına baxaq. Amma elə də çox çıxmadı da, elə belə yüngül var. Amma yenə də çıxır. Bir də burada da pomidoru gördüm mən iri. İri 2 dənə qəşəng pomidor. İnşallah ki yaxşı olar. Qəşəng pomidor çıxar. Burada nar ağacı çıxıb. Bunu Elnur çıxardacaq payızda. Buna hələ ki əl vurmuruq. Qoy. Uy, gecə otkan. Çıxartmaq lazımdır. Əl vurmuruq ki, qoy biraz böyüsün. Payızda Elnur buradan çıxardar, aqaroda əkər. Burada ancaq güllər olacaq. Bir də bu xiyar pomidoru bura əkdik. Çünki gülləri hər gün sulayırıq. Ona görə güllərə də yaxşı su lazımdır. Oy, şeylərə, xiyar pomidora, badımcana, bunlara yaxşı su lazımdır. Buna da baxın, nə qəşəngdir, üstü doludur. Keçən il də çıxmışdı qızıl güllər, amma az idi. Bu il inşallah çox olacaq. Çünki Elnur hamısını kəsdi. Belə, bu da bizim aqarodumuz. Dişləmirlər onlar. Yox, Quşdur, hə? 4 dənə quş. Hə? Qalq 3 dənə, 4 dənə. Da ladno, sən necə seçirsən? Boğazları eynidir, ağızları eyni. Necə seçirsən? Ördəyin ağzı bu deyir, bax. Buna bax. Aha. Bunun da ağzı belədir də, uzundur. Cücələr də gedir. Bu da bizim qazlarımız, ördəklərimiz, incuşkamız. Gedirik gəzməyə. Hava bugün qəşəngdir, Elnur bunları çölə çıxardır. Otun üstünə qoyacaq ki, biraz ot yesinlər. Sırazu qorxusundan buranı batırdılar, hamısı. Bu ördəyimiz deyəsə biraz şikəst kimidir, gəzmir. Oturur bütün günü. Ay, xaləsi, taka xaləsi. Bu böyüdü, maşallah böyüdü bu. Böyüdü bu. Все? Все. Siyatkanın üstündə gəzə bilmirlər. O, смотри, зирает cüce. Сразу ot yiyir.
Cücələrimiz həyətdə gəzərkən düşündük ki, bu aqlayı vurub qurtarmaq lazımdır. Axırıncı dəfə yoldaşım payızla eləmişdi. Yarımçıq saxladı, çünki sonra qış oldu, havalar soyudu, külək imkan vermir rahat işləməyə və ona görə yoldaşım bunu yarımçıq saxladı. Usta çağırmırıq, çünki usta çox pul istəyir. Bir dəfə yoldaşım ustanı çağırdı. O bizim həyətə baxdı, ölçdü, biçdi, hesabladı və xeyli pul çıxmışdı. Bu pulla təsəvvür eləyin, bir dənə Jiguli maşını almaq olardı və ona görə biz dedik ki, lazım deyil, özümüz yavaş-yavaş eləyərik, onsuz da biz tələsmirik, yorulanda saxlayacağıq. Yəni heç vacib deyil də belə tez bazar hazırlayasan. Bura evin içi deyil deyə, ona görə o qədər də vacib deyil. Bundan sonra nə isə qış oldu, saxladıq. İndi isə yavaş-yavaş havalar düzəlir, hava qəşəngdir. Yoldaşıma dedim ki, may ayının axırına qədər bunu qurtarmalıyıq, çünki yayda işləmək çətindir. Havalar çox istidir, axşamlar isə işləmək olmur, çünki bura ağcaqanad həmişə dolu olur. İndi çöldə işləmək əsl havasıdır. Nə iş varsa çalışacağıq may ayında qutaraq. Mən də nə qədər bacarıram, yoldaşıma kömək eləyirəm. Belə baxırsan qıraqdan fikirləşirsən ki, çox asan bir işdir. Nə var ki orada? Düppədüz yerdir. Sadəcə olaraq sement üstünə qoyursan və daşları düzürsən və belə gedirsən. Xeyr, elə deyil. Gərək düppədüz olsun, urvin qoyasan, yoxlayasan ki, əyri bir şey olmasın. Çünki sonra su həyətdə yığıla bilər. Bir də ki, üst-üstə qoyanda daşlar biri hündür, biri aşağı olur. Gərək ona görə yaxşı səliqəli eləyəsən. Birinci dəfə baxanda yoldaşıma dedim ki, sən işdə olanda mən özüm də bu işi eləyə bilərəm. Yavaş-yavaş sənə kömək eləyəcəm. Amma ona kömək eləyəndə baxdım ki, yox, bu tək adamın işi deyil. Burada güc lazımdır, qüvvət lazımdır və mən çalışıram kömək eləyim, amma baxıram ki, yenə də mənim gücüm ona çatmır. Yanında fırlanıram, biraz kömək eləyirəm. Yenə də insan tək işləyəndə həyətdə iş elə bil ki getmir, həm də ki nəticədə elə bil heç bir şey yoxdur. Amma 2-3 nəfər bir yerdə olanda həm söhbət eləyirsən, həm kömək eləyirsən, hardasa tutursan, hardasa nəsə lazım olanda gətirib verirsən və onda iş tez qurtarır. Yoldaşıma biraz kömək elədim və ondan sonra uşaqları məktəbdən gətirmək vaxtı idi. Yoldaşımı tək qoydum və özüm isə getdim uşaqların dalınca. Sonra biraz bazarlıq eləyəcəm və sizinlə paylaşacağım. Buna baxın, necə də qəşəng görsənir. Gün batır. Çox qəşəng görsənir. Mən isə bazarlığa getmişdim. Biraz meyvə aldım. Evdə meyvə bitmişdi. Meyvə aldım. Çiyələk 3 manatadır. Görün nə qəşəng iridir. Şirindir. Artıq birinin dadına baxmışam. Adətən mən yuyulmamış heç vaxt yemirəm. Amma bu dəfə nəsə buna baxdım və dedim ki, mütləq dadına baxmalıyam. Çox qəşəng dadlıdır. 3 manata idi kilosu. Biraz ərik götürmüşəm. Əriyin də kilosu 5 manata idi. Görək inşallah ki şirin olar. Keçən il dadsız idi da. May ayında ərik alanda dadsız idi. Prosta ciyirənçik gördü, istədi, ona görə aldım. Burada armud var. Biraz armud götürmüşəm belə. Bizim kişilər, evin kişiləri armudu çox xoşlayırlar, yeyirlər. Onları almışam, armud. Sonra nə aldım? Araz marketə girmişdim, orada göyərti götürmüşəm, cürbəcür. Sonra smitan götürdüm, Dr. Milk. Mən bundan alırdım, qəşəngdir. Smitan götürdüm, sonra bir dənə duk, bir dənə kraks və brownieyə oxşar belə bir keks kimi bir şeydir. Bunu götürmüşəm 5 dənə. Hərəmizə bir dənə görək nədadır. Gedim təzə qəşəng çay dəmliyim və yoldaşımla oturum çay içim. Bunun dadına baxaq. Bizdə zavod var burada. Binəqədidə zavod çörək düzəldirlər. Orada belə batoncik alıram. Bir dənəsi 15 qəpiyə. Bunu qəşəng səhər zavtraka yaxşı gedir. Sonra uşaqlara məktəbə qoyuram. Çox qəşəng gedir. Sonra həmən zavodda bir dənə təndir, bir dənə qara çörək. Ayda, baxın nə qəşəng zakatdır, çox qəşəng görsənir. Bir dənə belə qara çörək götürürəm, 30 qəpiyyədir bu. Sonra belə bir laylay şey götürdüm, vafli, bu çox qəşəng vaflidir. Laylayın istəyir kakaolu, istəyir bananlı, çiyələkli,
sonra vanilli, hamısının dadına baxmışıq. Hamısı da qəşəngdir. Bir də belə bir rahat lokum götürmüşəm. Bu təzə sortdur. Yarı qırmızı, yarı ağ, yarı yəqin ki şeydir, marmeladdır. Yarı da ki rahat lokumdur. Belə görək nə dadır. Yoldaşım indi işi görsün, qutarsın. Sonra evə qalxanda qəşəng məxməri bir dənə çay dəmliyim və oturaq çay içək, bunun dadına baxaq. Belə bu qədər bazarlıq elədim. Bunları indi meyvələri qəşəng yuyum, qurudum və qoyum soyuducuya. Uşaqlar istəyəndə təmiz olsun, yesinlər. Videom sonuna gəlib çatıb. Ümid edirəm ki, axıra kimi izlədiniz. Hər birinizə can sağlığı arzulayıram. Növbəti vlogda inşallah ki görüşərik. Hələlik.